Salam dəyərli izləyicilərim. Qənirənin mətbəxində yenə də dadlı bir reseptlə qarşınızdayam. Bugün sizə adının mənası kimi həm zərif, həm də möhtəşəm görünüşü ilə seçilən gecə-gündüz tortunu hazırlayıram. İki rəngli yumşaq bu tort bayram süfrələrinin və özəl günlərin əvəz olunmazı olacaq. Bu videoda sizə tortun iki rəngli biskvitinin hazırlanma sirlərini, çox incə ağızda əriyən kreminin və tortun addım-addım bəzədilməsini göstərəcəm. Hazırsınızsa gəlin başlayaq. Ağ biskvitimiz üçün bizə 6 yumurta lazım olacaq. İlk olaraq 6 yumurtanın ağını sarıdan ayıraraq yumurtanın ağlarına bir çimdik duz əlavə edib bezə halına düşənə qədər çalırıq. Yumurtaların ağı bezə halına düşdükdən sonra 6 xörək qaşığı şəkər tozu əlavə edərək yenə də çalırıq. Şəkər tozu tam əridikdən sonra yumurtaların sarılarını tek-tek əlavə edərək çalırıq. Yumurtaların sarılarını tam əlavə edib çaldıqdan sonra mikserlə işimizi bitiririk. Quru ərzaqlardan 1 xörək qaşığı un, 1 xörək qaşığı nişasta, yarım çay qaşığı qabartma tozu əlavə edərək xəmirimizi spatula ilə qarışdırırıq. Xəmirimizi çox ehtiyatla qatlama üsulu ilə qarışdıraraq asta-asta qarışdırırıq. Biskvitimiz tam hazır olduqdan sonra onu listimizə əlavə edərək 180 dərəcəlik sobada 25 dəqiqəlik bişiririk.
Ağ biskvitimiz hazırdır. İkinci biskvitimiz üçün isə eyni qayda ilə 6 yumurtanı ağdan ayıraraq çalırıq. Yenə də quru məhsullarını əlavə edərək, deməli burada isə bizə 4 xörək qaşığı un, 1 dolu xörək qaşığı kakao və 1 xörək qaşığı nişasta əlavə edib, ələyib, yenə də qarışdırırıq. Biskvitlərimizin ikisi də hazırdır. 2 biskvitimizin ikisi də həm ağ, həm qara, ikisi də çox gözəl alınıb. İndi isə kremimizi hazırlayaq. Deməli 250 qram yumşaq ev temperaturunda olan kərə yağını qabımıza əlavə edərək ağarana qədər çalırıq. Yağ çalınıb tam ağardıqdan sonra üzərinə 1 çay qaşığı vanil və 1 qutu qatlaşdırılmış südü əlavə edərək yenə də çalırıq. (5-10 dəqiqə çaldıqdan sonra kremimiz tam hazır vəziyyətinə düşür. Biskvitlərimizi islatmaq üçün bizə sirop lazım olacaq. Qazana 100 qram şəkər tozu, biraz da su əlavə edərək qazın üstündə qaynadırıq. Hər iki biskvitimizi orta hissədən bölərək 2 hissəyə ayırırıq. Hər iki biskvitdən də üzərini bəzəmək üçün ovuntular çıxarırıq. Sonda tortumuzun yığımına başlayaq. Deməli, hər biskvitimizi mətləyərək kremləyirik və üzərinə bolluca qoz səpərək ağ qara növbə ilə düzürük.
Videoda gördüğünüz kimi tortumuzun üzerini səliqə ilə düzəldirik. Həmişə dəbdə olan, hər kəs tərəfindən sevilən gecə-gündüz tortumuz hazırdır. Nuş olsun. Kanalıma abunə olub yorum yazmağı unutmayın. Çünki sizin yorumlarınız mənim üçün çox önəmlidir.